STV düşünməyi bacaran insanlar üçün. Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Ermənistan ordusunun Azərbaycanda talançılıq etməsi məhkəmədə təsdiqlənib. Xameneyinin Azərbaycanda ofisinin fəaliyyətini bərpa etməsi nəzərdə tutulmur. Paşinyan, Ermənistan və Azərbaycan arasında sülh yaxındır. Əfqanistanla sərhəddə 400 kilometrlik divar inşa edilir. Qəzzada 70 günlük atəşkəs planı. Həmas və İsrail prinsipcə razılaşıb. İndi isə daha ətraflı. Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan Silahlı Qüvvələrinin 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib. Təqsirləndirilən şəxs Melikset Paşayan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Təranə Məmmədovanın suallarını cavablandırarkən Əsgəran rayonunun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993-94-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib. Bu, atıcı tabor idi. Taborda qumbara atanlar, mina atanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi, deyə Melikset Paşayan suallara cavabında söyləyib. O, Azərbaycanın torpaqları işğal olunandan sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala belə cavab verib. Mən talanlarda iştirak etməmişəm. Postlar növbə bitib qurtarana qədər talan etməyə heç nə qalmırdı. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunları və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu mailləşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. Ötən gün bəzi mənbələr Sepaha istinad edərək Xameneyinin Azərbaycandakı ofisinin yenidən açılacağına dair xəbər yaymışdı. Azərbaycan tərəfi bugün bildirib ki, İranın lideri Əli Xameneyinin Azərbaycandakı ofisinin fəaliyyətini bərpa etməsi nəzərdə tutulmur. Qeyd edək ki, İran lideri Ayətullah Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Nicatin ofisi Hüseyniyyə məscidində yerləşirdi. Ofis 2021-ci il oktyabrın 5-də bağlanmışdı. Ofisin bağlanması İran ordusunun Azərbaycan sərhədində hərbi təlim keçirməklə Azərbaycana güc nümayişi cəhdindən sonra baş tutmuşdu. Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirir. Bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Slovakiyanın baş naziri Robert Fico ilə birgə brifinqdə bildirib. Paşinyanın sözlərinə görə Ermənistan və Azərbaycan arasında sülh çox yaxındır. O bildirib, ümid eləyirəm ki, bugünkü məruzəm zamanı Ermənistan və Azərbaycan arasında sülhün nə qədər çox yaxın olduğunu beynəlxalq tərəfdaşlarımız üçün daha nəzərə çarpan etməyə nail oldum. Əlbəttə, biz öz öhdəliyimizi tam şəkildə yerinə yetirəcəyik. Bu tarixi fürsəti qaçırmamaq üçün Azərbaycanla məsləhətləşmələri davam etdiririk. Bu imkan əldən verilməyəcək. Çətinliklər olsa da irəliləyirik. Davam edirik. İranın Qum, Şiraz, Damğan, Zəncan, Zahidan və Brujerd şəhərlərinin həbsxanalarında 8 məhbus edam edilib. Bu barədə İnsan Haqları Təşkilatı məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 470-ə çatıb. Onlardan 16-sı qadındır.
İranın Xarici İşlər Nazirliyi uranın zənginləşdirilməsinin nüvə proqramının əsas hissəsi kimi qorunub saxlanmalı olduğunu bildirib və hər hansı güzəşt gözləntilərinə etiraz edib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai danışıb. Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqai bildirib. Zənginləşdirmə İranın nüvə sənayesinin ayrılmaz hissəsidir və qorunmalıdır. Biz bu məsələdə heç bir yumşalmaya getməyəcəyik. O əlavə edib ki, əgər Amerikanın məqsədi İranın nüvə proqramının qeyri-hərbi qalmasını təmin etməkdirsə, buna artıq nail olunub. Qeyd edək ki, İstər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər. Rəzəvi Xorasan Ostanında Əfqanistan sərhədinə 100 kilometrlik təhlükəsiz səddinin inşası başa çatıb. Bu barədə İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqiri deyib. Baş qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, layihə çərçivəsində ilin sonuna kimi şərq sərhəddində 400 km uzunluğunda və 4 metr yüksəkliyində sədd inşa ediləcək. Baqiri sərhəddə təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə ağıllı elektron sistemlərin qurulacağını da vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Taliban hökuməti İranın bu addımını pisləyib və sərhəddə divar çəkilməsinin yalnız iki tərəfin razılığı əsasında ola biləcəyini bildirib. 2006-cı ildən bugünə kimi 20 il ərzində İranda 13-15 yaş arası yeniyetmə qızlar arasında siqaretdən istifadə 133% artıb. Bu barədə Tütünlə Mübarizə Cəmiyyətinin baş katibi Məhəmməd Rıza Məscidi deyib. Onun sözlərinə görə, İranda illik 460 min ölüm faktının 64 minini siqaretdən istifadə edənlər təşkil edir. Orta hesabla İranda hər gün 175 nəfər tütün məmulatlarından istifadə nəticəsində həyatını itirir, deyə Məscidi əlavə edib. Xəbərlərimiz davam edir. Qəzzada aylardır ki, davam edən münaqişədə növbəti atəşkəs ümidləri yaranıb. Həmas, Amerika prezidenti Donald Trumpın zəmanəti ilə təqdim olunan 70 günlük atəşkəs təklifini qəbul etdiyini açıqlayıb. İsrail tərəfi isə sənədin məzmununa prinsipial şəkildə razılıq verdiyini bildirib. Sülh təşəbbüsü Fələstin əsilli Amerikalı vasitəçi Bişara Bafbah və Amerikalı diplomat Steve Witkovun koordinasiyası ilə aparılır. Təklifə əsasən, Həmas 5-i sağ, 5-i ölü olmaqla 10 İsrailli məhbusu azad edəcək və bunun qarşılığında Qəzzaya humanitar yardımların axını təmin ediləcək. Atəşkəs dövründə gündə 1000 yardım maşınının Qəzzaya buraxılması planlaşdırılır. Həmas və İsrail bu müddətdə qalıcı sülh üçün danışıqlar aparacaq və tərəflər bir-birinə qarşı hücumdan çəkinəcəklərinə dair öhdəlik götürəcəklər. Atəşkəsin ikinci mərhələsində isə Qəzzanın yenidən qurulması və uzunmüddətli siyasi həll yollarının tapılması nəzərdə tutulur. Sənədin yekun təsdiqi üçün tərəflərdən son cavablar gözlənilir. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.